əgər yaxşı istəyirsiniz çıxmağını, yəni bəzən dedilər ki, mayonez vurmursan, mayonezi tabaka eləyəndə, duxovkaya qoyanda toyuğu vurursan mayonezi. Amma, sarımsaq idi. Amma tabaka eləyəndə, təndirə salanda mayonez vurmuruq. Çünki mayonezin üzü tez qızarır, yanır, toyuğumuzun üzü yanmış olur. Qəşəng masaj eləyirik. Bu fikir verirsinizsə, bunların içləri də istiotda olmalıdır. O marketlərdə satılır. Yox, biz, Sənin üçün gətirirlərsə, nə olar, sən də indi 1-2 qaşıq gətir mənim üçün pulu ilə. Yaxşıca. Deyirsən, indi sabah da ikincisi mən gəlim. Birincisi mən vahşi ücret. Tıklayın, mıklayın. Həmişə deyirəm, ölürlər gülməklə. Fikriniz dəstə də olsun, telefonda yox. Çox, gördünüz, lazım deyil ki, biz buna tamak vuraq. Tamak da tavada yağla yanacaq. Başa düşürsünüz fikrimi? Yəni, bu xırdalıqları da sizə deməyim odur ki, sonra demiyoruz ki, usta demədi. Hayat abi, biz şimdi onun yağın içində qızardıq. Harasına yağ vurum daha? Qızardı.